Ölkənizin insanları da çox mehriban və səmimidirlər. Buradan hər kəsi salamlayır və bağrımıza basırıq. Azərbaycan və Makedoniyanın müsabiqədə layiqli yerə sahib olacağına inanırıq. Azərbaycan və Makedoniyanın müsabiqədə şansları böyükdür. Bunu jurnalistlərin və müsabiqəni izləmək üçün dünyanın müxtəlif ölkələrindən gəlmiş fanların bizə olan marağı təsdiqləyir. Yeni albomlar üzərində çalışırıq. Müsabiqədən dərhal sonra bir çox ölkələrdə konsert proqramları ilə çıxış edəcəyik. Azərbaycana da səfər etməyə arzusundayıq. Makedoniya və Azərbaycan bir-birlərini beynəlxalq arenada hər zaman dəstəkləyirlər. Azərbaycan Avropaya doğru inamlı addımlarla irəliləyən gənc ölkədir. Elm, təhsil, mədəniyyət sahələrində ölkələrimizin dərin kökə malik əlaqələri var. Azərbaycanlılar inanılmaz dərəcədə qonaqpərvərdirlər. Fərid Məmmədovla məşqlərdə tanış oldum. Səhnədə bəzi hərəkətləri etmək üçün mənə kömək etdi. Ötən il televiziya vasitəsilə ölkənizin ev sahibi etdiyi Eurovision mahnı müsabiqəsini izlədim. Düşünürəm ki, bu ilə də keçirilən yarışmaların ən möhtəşəmi məhz sizin ölkəniz tərəfindən həyata keçirilib. Mən müsabiqədə iştirak etməyimin sevincini yaşayıram və yarışmada hər kəs kimi qalib olmaq arzusundayam. Həm performansı, həm də mahnını Avropa tamaşaçısını bəyənəcəyinə inanıram. Azərbaycanı Kipirdə qonaq edə bilmək üçün Eurovision 2013 mahnı müsabiqəsində qələbə qazanmaq istəyərdim. Zənnimcə Eurovision mahnı müsabiqəsinin tarixində Azərbaycandakı kimi möhtəşəm şou olmayıb. Məsələnin siyasi cəhəti də mənim üçün vacibdir. Hazırda Azərbaycan Kipr üçün dost ölkədir. Azərbaycan bizim dostumuzdur. Qələbə qazanmağa layiq, istedadlı gənc müğənni Fərid Məmmədovu şəxsən mən çox bəyənirəm. Kipr Azərbaycanı yekdiliklə dəstəkləyəcək və müsabiqəni televiziya vasitəsilə izləyərək əsas səsini Azərbaycana göndərəcək. Əsas məqsədim odur ki, bizim bu ilki təmsilçimizi Fərid Məmmədovu dəstəkləmək çox yaxından. İnanıram ki, Fərid bu il ən yüksək pillələrindən birini Azərbaycana gətirəcək. Hər bir Azərbaycanlıdan, dünyada yaşayan Azərbaycanlıdan səslərinizi gözləyirik. Məhz bu gün, ayın 16-sı həmrəy olaq və Fəridə səs verək. Beləliklə, Eurovision 2013 mahnı müsabiqəsində birinci yarımfinal mərhələsi geridə qaldı. Ölkəmizin təmsilçisi olan Fərid Məmmədovun iştirakı ilə ikinci yarımfinal mərhələsi mayın 16-sında başlayacaq. Bugün mətbuat nümayəndələri üçün açıq məşq keçiriləcəkdir. Anar Rzayev, Azərtac, İsveç, Malmö.